Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı diqqət çəkən anlar yaşayıb. Demokrat Az bizim mediaya istinadən xəbər verir ki, sənətçi Günə Uğurla verilişinin qonağı olarkən onun üçün sürpriz hazırlanıb. Proqram zamanı Aysunun atasının ikinci evliliyindən olan qardaşı Elnarın fotosu ilk dəfə efirdə nümayiş etdirilib. Bu anlar studiyada həm duyğusal, həm də kövrək atmosfer yaradıb. Məlumata görə Aysun İsmayılova qardaşını indiyədək yaxından görməyib. Verilişdə təqdim olunan görüntü müğənni üçün gözlənilməz olub. Bundan əlavə, Elnarın Aysunu ad günü münasibətilə təbrik etdiyi səs yazısı da efirə verilib. Səsli mesajda o bacısına xoş arzularını çatdırıb, ona can sağlığı və uğurlar arzulayıb. Sürpriz qarşısında duyğularını gizlədə bilməyən Aysun İsmayılova kövrəlib və bu anların onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, ailə bağlarının hər zaman önəmli olduğunu vurğulayıb. Qeyd edək ki, sənətçinin ailə həyatı və atası ilə bağlı məqamlar zaman-zaman mediada müzakirə mövzusu olub. Günə Uğurla verilişində yaşanan bu görüş isə Aysun üçün həm ilk, həm də unudulmaz an kimi yadda qalıb.